Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Pandemiya dövründə koronavirusu ağır keçirən əməkdar artist Mətanət İskəndərli ən böyük qorxusunu dilə gətirib. Axşamaz xəbər verir ki, bu barədə sənətçi həmin zaur verilişində danışıb. O, xəstə olarkən ölümündən qorxmadığını bildirib. Koronavirusa yoluxanda ölümdən qorxmurdum. Ən böyük qorxum nəvələrimlə bağlı idi. Fikirləşirdim ki, onları böyüdüm, ali təhsilli edim. Kamımı yalnız onlardan almamışdım. Sırf onlara görə ölmək istəmirdim. Qeyd edək ki, Mətanət İskəndərli 2021-ci ildə toy mərasimində virusa yoluxmuşdu. Sənətçinin vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilmişdi.